videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Hər birinizin hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, statusumda paylaşmışdım ki, bir veteran zəng eləmişdi ona yardım üçün. Çox sağ olsun, dəyər verən qardaşlarımız, Allah canlarını sağ eləsin. Yardım göndərdilər. Qardaşımıza bu günlərim 4 dəfə WhatsApp-ına zəng eləmişəm, 5-6 dəfə də telefonuna zəng eləmişəm. Telefonuna zəng çatmır. Elə yardım maşınımızda olarkən Ayşə xanım zəng elədi ki, Xəqani qardaş, vəziyyətimiz çox pisdir, uşaq xəstədir, ağır vəziyyətdədir, xahiş edirəm, bizə köməklik elə. Mən də elə o yardımı gətirdim bura. Balaca Polad əmmimiz, Polad əmmin nəvəsi, Allah saxlasın, Balaca Poladın adından Kamal qardaşım 1000 rubl göndərib. Çox sağ ol Kamal, Allah minə vəzin versin. Və bir qardaşımız TikTok səhifəmizdən 25 manat göndərib, Allah minə vəzin versin. Allah canını sağ eləsin. Və Hacı xanım anamız 20 manat göndərib ilkin bala üçün. Təşəkkür edirəm. Allah minə vəzin versin. Surgutdan mənim dostum Ramik qardaşım 1000 rubl göndəribdi. Allah minə vəzin versin və Elnur qardaşımızın kartından 1000 rubl gəlib. Təşəkkür edirəm hər birinizə. Allah malınıza, mülkünüzə bərəkət versin. Allah ruzunuzu bol eləsin. Və gözəl izləyicilərim, 60 manatlıq ərzaq alıb gətirmişəm. Allah göndərən qardaşlarımızın, bacılarımızın canını sağ eləsin. Allah ruzilərin, bərəkətlərin daha da bol eləsin. Salam, xoş gördük, hər vaxtınız xeyir. Bu günlərim gözəl qardaşlarımız pul göndəribdi. 60 manatlıq sizə bazarlıq eləyib gətirmişəm. Allah balanıza da şəfa versin. Sağ olun qadınam, çox sağ olun. Allah razı olsun. Çox sağ olun. Eləyən Allah başından töysün. Amin. Amin. Allah canlarını sağ eləsin. Mənim uşağımın Xəqani qardaş bir dəqiqə vəziyyəti pisdir. Xahiş edirəm, köməkdarlıq eləsinlər. Qapımda valla 3 dənə ördək vardı, onu satdım. Altımızın krapadını satdım. Yəni Bakıya yazıblar, vəziyyəti pisdir. Xahiş edirəm qardaşlardan, bacılardan mənə köməklik eləsinlər ki, mən 11-ci gün çıxardım. İmkanım yoxdur, kasıb adamam. Sizdən də xahiş elədim, elə zəng elədim ki, Xəqani qardaş evdə vəziyyətimiz pisdir. Yəni bir yığın müalicə, dava, dərman xeyri yoxdur da, nə bərdə götdü, nə tərtər götdü, Bakıya yazdılar. Xahiş edirəm ki, mənə köməklik eləsinlər, nə olar, qurban olum. Qurban qoyun olsun, elə demə. Bir dənə kömək elə bunları götürək. Şirin ağızla yiyək. Sağ olun. Allah bütün yardım göndərən qardaşlarımızı sağ eləsin. Ruzi bərəkətləri bol olsun. Amin Allah, amin Allah. Allah başlarından tüysün, tütdüyənə qədər. Eləyənin Allah başından tüysün. Amin. Allah canlarını sağ eləsin. Allah balalarını saxlasın. Allah ölənlərinə rəhmət eləsin. Çox sağ ol. Çox sağ ol. Gözəl izləyicilərimiz, bax, bu xanım burada yaşayır. O günləri mən burada çəkiliş eləyərkən qoşa krafat var idi. Bax, o krafatı satıbdı. Uşaq yatıb. Hə, yatıb. Allah şəfasını versin, Allah kömək olsun. Allah xeyirxah qardaşlarımızın, bacılarımızın canını sağ eləsin. Burada çəkiliş eləmişdik, uşaq da krafatda. Mən yan uşağıma görə satdım. Özümüz də deyək, yerdə yekələr burada yatızdırım. Özümüz də o xəstə qızla yerdə yatırıq. 3 dənə qapı ördək vardı, onu da satdım valla. Dedim ki, balam, yəni balamın vəziyyəti pisdir də, yəni yaxşı deyil. Xahiş eləmə, köməklik eləsinlər ki, mən balama aparım müalicəsini elətdirim. Mənim balamın vəziyyəti çox pisdir, yəni. Sənət, sünət hamısını da burada aldıq, elə çıxartdıq, yəni buralıq deyildi, yəni deyir, Bakılıqdır. Bir dənə xahiş eləyəm ki, mənə nə olar, köməklik eləsinlər. Allah kömək olsun, inşallah kömək eləyərlər, xeyirxah. Eləyən Allah başından tüysün. Qardaşlarımız kömək eləyər. Yəni biz bunu gelişdirməyə deyirik də, biz bunu birinci gün çıxartmalıyıq Bakıya. Yəni elə imkanım yoxdur, kasıb adamam, zulümlə saxlamışam, bax bu topal əlimlə. Qapılarda da işləyir, zulümlə saxlayıb yekətmişəm. İndi xahiş edirəm, nə olar, mənə köməklik eləsinlər, mən balamla müalicə elətdirim. Mən aparım Bakıya görüm balamın dərdi nədir. Bura heç demir, heç nə mənə.
Allah şəfa versin xanım. Sağ İnşallah olun, yaxşı qazanam, olar. Allah canınızı sağ eləsin, eləyəndə Allah başından töysün. Amin. Amin inşallah. Değerli izleyicilerimiz, bugün olan çəkilişimizi yekunlaşdırdım. Mən üst tuturam buradan xeyirxah qardaşlarımıza, analarımıza, bacılarımıza xahiş edirəm. O qız balası üçün kimin cizinəyə satırı köməklik eləsin. Allah rızası üçün. Allah yardım eləyən bacı və qardaşlarımızın canını sağ eləsin, ruzilərin, bərəkətlərin bol eləsin.